Respublikamızın kempo ustaları dünya çempionatlarında 2009-cu ildən iştirak edirlər. Bu müddət ərzində Toğrul Əlbəyəqa Döyüş Klubunun prezidenti Rauf İbrahimov, eləcə də onun yetirməsi Elvin Rüstəmov dünya çempionu adını qazanıblar. Eldar Məmmədov isə müvafiq yarışların gümüş mükafatına layiq görülüb. İndiki dünya çempionatında isə Respublikamızı 10 idmançı təmsil edəcək. Onların arasında Rüfət Cəbrayılov və Emin Gözəlova da böyük ümidlər bəslənir. Respublika çempionu oldum, Grand Prix'nin qalibi oldum və lisenziya əldə elədim dünya çempionatına. İnşallah dünya çempionatından birinci kempo üzrə birinci zəfər gedirəm, iştirak edirəm. İnşallah ki, medalla dönərik Allah qoysa. Təlim məşq toplantısı Rauf müəllimin rəhbərliyi altında güclü səviyyədə keçirilir. Hazırlaşırıq inşallah. 2 aydır davam eləyir təlim məşq toplantısı. Yaxşı hazırlaşmışıq. Nəticə inşallah gözləyirik. Məqsəd qoymuşam ki, inşallah Azərbaycan bayrağını yüksəklərə qaldırmaq və Azərbaycana qızıl medalla vermək. Bir çox yarışlara getmişəm. Azərbaycanda 2-ci yerə çıxmışam. Beynəlxalq turnirdə gümüş mükafatçısıyam. Dünya çempionatına ilk dəfə gedəcəm. Orada ümidvaram ki, orada yaxşı nailiyyətlər qazanaram. Bizə Rauf müəllim bizə çoxlu fəndlər öyrənib. Komandanın digər üzvləri Kənan Camalov, Hümbət Hüseynov, Əfqan Tahirov və Tural Rəzulzadə müxtəlif şəhid dərəcələrində çempionat uğrunda mübarizə aparacaqlar. Baş məşqçi Anar Səfərov, habelə Rəşad Əliyev dünya çempionatının Grand Prix versiyasında yarışacaqlar. Toğrul İdman Klubu Azərbaycanda Kemponun rəsmi nümayəndəsidir. Rəsmi nümayəndəliyini biz 2009-cu ildən götürmüşük və bugünkü günə qədər rəsmi olaraq Azərbaycan Kempo üzrə 3 rəsmi dünya çempionatına iştirak edibdir və gözəl nəticələr göstərmişik. Gənclər və böyüklər arasında Respublika birinciliyinin nəticələrinə görə birinci yer tutmuş idmançılar yarışdan seçilərək təlim məşq toplantılarına cəlb olunublar. Bugünkü gündə bu yarışda iştirak etməyə bizdə Şərq Döyüş Növləri Şurası, Gənclər İdman Nazirliyi dəstəkləyir, köməklik göstərir. Mən buna görə Gənclər İdman Nazirliyinə, Şərq Döyüş Növlərinin Şurasına öz dərin minnətdarlığımı bildirirəm. Bu da bugünkü gündə Azərbaycanda həqiqətən də idmana göstərilən qayğının nəticəsidir. Qeyd edək ki, yarışlar aprelin 24-dən 28-nə qədər keçiriləcək. Yeniyetmə və gənclər Dünya Kuboku, böyüklər isə Dünya Çempionatının qızıl medalları uğrunda mübarizə aparacaqlar. Turnirdə Azərbaycan idmançıları ilə birlikdə Türkiyə, Rusiya, Fransa, Amerika Birləşmiş Ştatları, Almaniya, İngiltərə, İtaliya, Yaponiya və daha 30 ölkənin komandasının iştirakı gözlənilir.